Bakının 6 rayonunda yolların təmirinə başlanılır. Belə ki, paytaxtda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində yeni layihəyə start verilir. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Məlumata görə Bakı şəhərinin müxtəlif küçə və prospektlərində təmirə ehtiyac olan hissələrin yenilənməsi məqsədi ilə geniş miqyaslı işlərin aparılması planlaşdırılıb. İlkin mərhələdə təmir bərpa tədbirləri paytaxtın 6 rayonunu əhatə edəcək. Bunlar Nərimanov rayonu, Yasamal rayonu, Səbail rayonu, Nəsimi rayonu, Xətai rayonu və Nizami rayonudur. Layihə çərçivəsində yolların yararsız vəziyyətə düşmüş hissələrinin bərpası, hərəkətin rahat və təhlükəsiz təşkili üçün zəruri tədbirlərin görülməsi nəzərdə tutulur. Məhsul qurumunun açıqlamasına əsasən təmir işlərinə yaxın vaxtlarda başlanılması planlaşdırılır. İşlərin mərhələli şəkildə həyata keçiriləcəyi və paytaxtın yol şəbəkəsinin daha da yaxşılaşdırılmasına xidmət edəcəyi bildirilir.